Biri var idi, biri yok idi. Uzak bir kentte balaca bir uşaq yaşayırdı. Onun adı Şimşek idi. Əslində o çox şən və maraqlı bir uşaq idi. Yalnız onun bir dərdi var idi ki, o çox tez qəzəblənirdi. O qəzəbləndikdə göy üzündə qəzəbli bulud çıxır və böyüyürdü. Böyüdükcə də yağış və ardınca da külək gətirirdi. Daha sonra Şimşək hönkür-hönkür ağlayırdı. Bunu görən dostları isə ondan qorxaraq uzaqlaşırdılar. Bir gün Şimşək qəzəblənmədən sakit bir gün keçirdi və o gün ağıllı və çox parlaq işıq saçan bir günəş gəldi. Bunu görən Şimşək təəccübləndi və günəş ona dedi: "Əziz Şimşək, mənim sənin əsəbindən xəbərim var və bunu bil ki, bu çox normaldır. Sadəcə bir şey var ki." Tam da sözünü bitirmədən Şimşək dedi: "Nə? Bilmək olar?" Elə bu anda ağıllı günəş gülümsəyərək dedi: "Sən əsəbini idarə etməyi bacarmalısan." Şimşək yenə sual verdi: "Necə edə bilərəm bunu?" Ağıllı günəş sözünə davam etdi. Dərin nəfəs alaraq və 3-ə qədər say, yavaş-yavaş nəfəsini ver və çalış ki, həm də sözlərlə qəzəbini ifadə edəsən. Yəni, mən əsəbləşdim çünki ardını da artıq sən nəyə əsəbləşdinsə onu əlavə edə bilərsən. Gəl bunu 3 gün sına və daha sonra mən yenidən sənin yanına gələcəyəm. Və bir də bunu deyim ki, səncə mən sənin yanına niyə indi gəldim? Bunu da düşün. Daha sonra 3 gün keçdikdən sonra Şimşəyin yanına günəş gəlir. Bunu görən Şimşək çox sevinir və günəşə deyir: "Mən əsəbləşirdim və onun üçün də heç bir zaman çətinliyimi əldə edə bilmirdim. Tam da sakit olduğum gündə sən mənim yanıma gəldin. Demək ki, sakitlik olduğu zaman gözəl hadisələr bizi tapır. Və mən artıq məsələlərimi, çətinliklərimi daha ağıllı bir şəkildə həll edə bilirəm." Dediyin kimi ağıllı günəş, dərin nəfəs aldım, 3-ə qədər sayaraq yavaş-yavaş nəfəsimi verdim. Sözlərlə də qəzəbimi ifadə etdim. Artıq nə özümə, nə də digər insanlara zərər vermədən çətinlikləri həll edə bilirəm. Və günəş ona sımsıq sarılır. Bütün sakitliyini, parıltısını ona ötürür. Şimşək o andan hiss edir ki, nə qədər qəzəbli olsa da daxilində sakitlik və sevgi var. İndi isə əziz dost, bəs sən ən çox nəyə əsəbləşirsən və əsəbini ifadə edə bilirsənmi? Bəlkə sən də Şimşəyin etdiyi yolla özünü sakitləşdirib çətinliyini daha tez, daha rahat, daha ağıllı bir şəkildə həll edəsən. Bunun üçün də valideynlərinlə danışaraq, ailənlə birlikdə həll edə bilərsən.